61 nömrəyə çalışmaya baxaq. Deyir ki, tənliklər sistemindən 4y çıxılsın, x ifadəsinin qiymətini hesablayın. Gəlin birinci tənliyi 3-ə vuraq və alt-alta toplayaq. Əvvəlcə birinci tənliyi 3-ə vuraq. Eləyər 3y çıxılsın, 3x bərabərdir 30-a. İkinci tənlik qalsın olduğu kimi 2x topla, y bərabərdir -23-ə. Bunları alt-alta toplayaq. 3y çıxılsın, 3x topla, 2x topla, y bərabərdir 30 çıxılsın 23-ə. 3y-in üzərinə y gələr, eləyər 4y. -3x-in üzərinə müsbət 2x gəlsə, eləyər -x. Alarıq 4y çıxılsın x bərabərdir 30 çıxılsın 23-ə. 30-dan da 23 çıxsaq, eləyəcək müsbət 7. Bizdən də zaten 4y çıxılsın x ifadəsinin qiymətini soruşurdu. Cavab olacaq 7D variantı. 62 nömrəyə çalışmaya baxaq. Deyir ki, ifadəni çoxhədli şəklində göstərin. Gəlin birinci mötərizəni müxtəsər vurma düsturu vasitəsilə açaq. 4x üstü 4 topla 9y kvadrat topla 2 vurulsun 2x kvadrat vurulsun 3y. İkinci mötərizələr nəyin açılışıdır? A kvadrat çıxılsın b kvadrat bərabər idi. A çıxılsın b vurulsun A topla b-yə. Onda mən birinci və ikinci mötərizələri yaza bilərəm. 2x-in kvadratının kvadratı çıxılsın 3y-in mötərizə kvadratı şəklində. Gəlin sadələşdirək. Yazdıq 4x üstü 4 topla 9y kvadrat. Bu ifadəni də sadələşdirsək, eləyəcək topla 12x kvadrat y. Topla 2x kvadratının kvadratı eləyəcək 4x üstü 4. 3y-in kvadratı eləyəcək 9y kvadrat. Daha sonra burada müsbət 9y kvadrat və mənfi 9y kvadrat islah olunacaq. 4x üstü 4 topla 4x üstü 4 eləyəcək 8x üstü 4. Və üstə gəl neçə? 12x kvadrat y. Cavabımız olacaq B variantı 62 nömrəyə çalışmada. 63-ə baxaq. Deyir, verilmiş ifadənin qiymətini hesablayın. Gəlin buradakı qarşılıq ədədləri düzgün olmayan kəsrə çevirək. 2 tam 3-də 1 3-də 7 deməkdir. Çıxılsın 1 tam 9-da 1 9-da 10 deməkdir. Bölünsün 7 tam 3-də 1 3-də 22 deməkdir. Topla 4-də 3-də qalsın olduğu kimi. Gəlin ortaq məxrəc tapaq. Mötərizənin daxilindəki ifadələr üçün olacaq 9 ortaq məxrəc. Onda yazarıq 9-da 21 çıxılsın 10. Bölünsün 3-də 22-ni yazaq, vurulsun 22-də 3 kimi. Üstə gəl 4-də 3-də qalsın olduğu kimi. Sadələşdirək. 9-da 21-dən 10 çıxsaq eləyəcək 11. 9-da 11 vurulsun 22-də 3 topla 4-də 3. 3 ilə 9 gedəcək ixtisar, surətdə 1 qalar, məxrəcdə 3 qalar. 11 ilə 22 gedəcək ixtisar, surətdə 1 qalar, məxrəcdə 2 qalar. Nəhayət alarıq. 6-da 1 topla 4-də 3. Ortaq məxrəc olacaq 12. Yazarıq 12-də 2 topla 12-də 9. Birinci kəsrin sürət məxrəcini 2-yə vurdum. İkinci kəsrin sürət məxrəcini 3-ə vurdum. Eləyəcək 12-də 2 topla 9, 12-də 11. Cavabımız olacaq D variantı. 64 nömrəyə çalışmaya baxaq. Deyir ki, radiusu 19 cm olan çevrənin mərkəzinin 25 cm məsafədə nöqtədən çevrə qədər olan məsafənin ən kiçik qiymətini hesablayın. Çevrə çəkək. Deyir, radiusu 19 cm olsun və çevrənin mərkəzindən bir məsafə götürək, nöqtə götürək. A nöqtəsindən çevrəyə qədərki ən kiçik məsafə. Baxın, radius 19-dursa, bu olsun O nöqtəsi. AO məsafəsi ümumilikdə neçədir? 25-dir. OB məsafəsi 19-dursa, AB məsafəsinə neçə qalır? 25-dən çıxarıq 19-u eləyər 6. Bizdən də soruşur ki, A nöqtəsindən həmin çevrəyə qədərki ən kiçik məsafə nə olacaq? AB məsafəsi. AB-ni də tapdıq 6 cm. Cavab olacaq D variantı.